Əziz və dəyərli həmvətənlərimiz, hər birinizi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və qarşıdan gələn 2026-cı il yeni il bayramı münasibəti ilə təbrik edirəm. Bu yeni il ölkəmiz üçün, xalqımız üçün xeyirli, uğurlu bir il olsun. Hər birinizə möhkəm can sağlığı, iş fəaliyyətimizdə bol-bol uğur və nailiyyətlər arzu edirəm. İnşallah qəlbinizdən sevinç, üzünüzdən gülüş əskik olmasın. Bir daha hər birinizi təbrik edirəm. Əzizlərim, hamınızı qarşıdan gələn Dünya Azərbaycanlıların Həmrəylik günü və yeni il münasibəti ilə ürəkdən təbrik edirəm. Yeni ildə hər bir vətəndaşımıza sağlamlıq, ruzili günlər və xoşbəxtlik nəsib etsin. Hər bir evə sevinç, hər ailəyə bərəkət, vətənimizə sülh, sevinç gətirsin. Bayramınız mübarək. Bir Uşaq Birliyi Təşkilatı rəhbəri ailəsi olaraq demək istəyirəm ki, həmrəyliyimiz təkcə bayram günlərində deyil, tənəffüsdən qaçmaq, itələmə, zəng çalındı, deyə də qurulan bir birlikdir. Müəllimlərimizin səbri, şagirdlərimizin şənliyi, valideynlərimizin dəstəyi, hamısı bir araya gələndə əsl həmrəylik yaranır. Harada olmağımızdan asılı olmayaraq bizi birləşdirən vətən sevgisi və eyni məktəb həyatında paylaşdığımız xatirələrdir. Qoy bu birlik heç vaxt pozulmasın. Həmrəyliyimiz daim olsun. Yeni ilin hər günü ümidlə başlasın. Hər axşam şükürlə bitsin. Sevinciniz bol, qəlbiniz rahat olsun. Yeni iliniz mübarək olsun. Əziz həmkarlarım, bu 2026-cı ildə sizə qucaq dolu salamlarımı göndərirəm. Könlünüz xoş olsun, arzularınız çin olsun, dünyanın bütün gözəllikləri sizin olsun. Dünyada ən şirin nemət olan can sağlığı arzulayıram, könül xoşluğu arzulayıram. Evlərinizə bərəkət, süfrələriniz bol olsun, ruziniz, bərəkətiniz başınızdan tökülsün, bayramınız mübarək olsun, neçə belə gözəl illərə çıxasınız, əziz həmkarlarım. İlk öncə həmrəylik gününüz mübarək olsun, davamlı yeni iliniz mübarək olsun, oğlumuzu bərəkətli, xoş müjdəli gəlsin. Təbriklər. Yeni iliniz mübarək, bütün arzularınız bu ildə çin olsun. Xalqımızın, həmkarlarının yeni ilini qarşıdan gələn həmrəylik günü münasibətilə təbrik edirəm. İnşallah hamımıza düşərli, uğurlu, sevinç dolu günlər gətirsin bu il bizə. Əziz həmkarlar, sizi qarşıdan gələn yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə ürəkdən təbrik edirəm. Yeni il sizə sevinç dolu günlər gətirsin. Əziz həmkarlar və əziz xalqımız, bayramımız mübarək. Bu 2026-cı il hamımız üçün düşərli olsun. Bayramımız mübarək olsun. Bir gün inşallah hamıza uğurlu düşərli. Dəyərli kollektivim, mən də sizi qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni il münasibəti ilə ürəkdən təbrik edirəm.